Hər bir ictimai, siyasi hətta hadisə cəmiyyətdə olan fərdlərin ürəyində olan hallarla sıx əlaqəlidir. Sıx əlaqəlidir. Qədr gecəsi deyir, müqəddərat müəyyən olunur. Müqəddəratı müəyyən eləmək üçün bir meyar var da, deyir ki, sənin qəlbivə baxıb bir illik müqəddərat müəyyən edirlər. Qəlbin lap dərinliyinə baxırlar. Nələri istəyirsənsə onu Allah libas edib əynivə geyindirir. Sən nə istəyirsən, nə arzulayırsan, qəlbi yarırlar Qədr gecəsi elə bil. Baxırlar, Allah üçün yarmağa ehtiyac yoxdur, mən sözü çatdırmaq üçün bunu deyirəm. Yəni, lap o dibində olandan tutmuş hər şey, qəlbin istəklərinə uyğun sənin üçün bir illik hadisələr zənciri formalaşır ki, sən bunlarla qarşılaşacaqsan. Qəlb əsasında nemət verilir, qəlb əsasında bəla verilir, qəlbin vəziyyəti olduqca önəmlidir və axırda da qəlb əsasında yer verilir insana qiyamətdə.